Everest dünyanın 14 ən yüksək zirvəsindən biridir. Himalay dağlarının bu zirvəsi Çin-Nepal sərhəddində yerləşir. Yaşı 60 milyon ildən çox olan Himalay dağları və Everest zirvəsi Hind tektonik plitəsinin Asiya plitəsi ilə toqquşması nəticəsində formalaşıb. Baş verən bu geoloji proseslərə görə Everest ildə 4 mm böyüyür. Yerli əhali zirvədə ruhların və tanrıların yaşadığına inanır. Dağ eyni zamanda çox təhlükəli zirvələrdən biridir. Rekord həddə aşağı temperatur, oksigen çatışmazlığı, müxtəlif növ uçqunlar. Zirvədə küləyin sürəti saatda 200 km çatır. Havanın hərarəti isə gecələr -60 dərəcəyə qədər enir. Zirvəyə yaz və payız fəsillərində qalxırlar. (1856-cı ildə Britaniyalı geodezist George Everestin şərəfinə Everest adlanır. Baxmayaraq ki, George Everest heç vaxt bu zirvəyə qalxmayıb. Tibetlilərin Camalungma adlandırdığı dağ, tərcümədə kainatın müqəddəs anası deməkdir. Nepallılar bu zirvəyə Sagarmatha, yəni dünyanın sahibi deyirlər. 19-cu əsrdə zirvəni kəşf edən Britaniyalı topoqraflar uzun illər onun adını öyrənə bilmirlər. Hindistanlı riyaziyyatçı Radhanath zirvəni görmədən onun hündürlüyünü təxmini hesablayır. Uzun müddət nə Tibet, nə də Nepal insanları zirvənin yaxınlığına buraxıb. Lakin 20-ci əsrin əvvəllərində yaranan siyasi şərait vəziyyəti dəyişib. Zirvənin fəthi ilə bağlı ilk plan 1893-cü ildə işlənsə də, ilk cəhdlər 1921-ci ildə olub. Britaniyalıların bu cəhdi kəşfiyyat xarakterli idi və onlar yalnız 8000 metr hündürlüyə qalxa bilirlər. İngilislər 1922-ci və 1924-cü illərdə də cəhd edirlər. Lakin üçüncü cəhd alpinistlər George Mallory və Andrew Irwinin ölümü ilə nəticələnir. Həmin il Britaniya ekspedisiyasının daha 7 üzvü uçqun altında qalaraq həlak olur. (1933-cü ildə David McIntyre və Hersog Douglas Hamilton Camalungma üzərindən ilk dəfə uçuş həyata keçirir. Everest'i ilk dəfə 29 may 1953-cü ildə Yeni Zelandiyadan olan alpinist Edmund Hillary və Nepallı bələdçi Norgay Tenzing fəth edib. Bu onların zirvəyə qalxmaq üçün 6-cı cəhdi idi. Onlar zirvədə şəkil çəkdirir, Böyük Britaniya, Nepal, Hindistan və BMT-nin bayraqlarını sancırlar. Həmin il öz tac qoyma günündə 2. Elizabet onların hər ikisini təltif edir. Everest'i fəth edən ilk qadın Yaponiyalı Tsunko Tabei 1975-ci ildə zirvəyə qalxır. 1982-ci ildə 11 nəfər Sovet alpinisti də zirvəyə sağ-salamat qalxır və geri dönür. (1988-ci ildə həm şimaldan, həm də cənubdan Çin, Yapon və Nepal komandaları zirvəyə qalxırlar. Bu qalxma televiziya ilə nümayiş etdirilib.
1996-cı ildə isə zirvənin fəthinə yollanan 15 alpinist geri dönmür. %43 metr hündürlüyündə olan Everest dağının zirvəsinə 18 müxtəlif rəsmi marşrut var. Zirvəyə qalxmaq 100-150 min dollara başa gəlir. 2 ay vaxt aparır və bu müddət ərzində alpinist 15 kilo çəki itirir. 2010-cu il mayın 22-sində 13 yaşlı Amerikalı Jordan Romero atası ilə zirvəyə qalxıb. 2013-cü il mayın 23-də 80 yaşlı Yapon Yuichiro Miura Everesti fəth edib. 2015-ci ildə baş verən zəlzələ zamanı zirvədə uçqun olur. Həmin vaxt 19 nəfər həlak olur. İndiyə qədər Everestin zirvəsinə 10 mindən artıq insan qalxıb. Onlar arasında görmə əngəlli və fiziki məhdudiyyətli şəxslər də olub. İl ərzində zirvəyə dırmanmaq üçün alpinistlərə 10.000 metrə yaxın ip lazım olur. Zirvəyə qalxmaq üçün yaranan növbələr üzündən alpinistlər və bələdçilər arasında davalar da baş verib. Zirvədə nigah bağlayanlar da olub. Everestdə internet də var. Çin dövləti insan qalıqlarının çoxunun ərazidən çıxarıldığını desə də, insan cəsədlərinin əksəriyyəti dağın qarlı ətəklərində qalmaqdadır. Əksər alpinistlər onlardan yol istiqaməti kimi istifadə edir. Zirvənin sonuncu 848 metrlik hissəsi ölüm zonası adlanır. Göy qurşağı vadisi adlanan kədərli mənzərəli yerdə isə çoxlu sayda həlak olan alpinistlərin cəsədləri var. Everestin 8500 metrlik yamacında yaşıl çəkmələr adlanan yer var. Burada donan yaşıl çəkməli alpinistin cəsədi istiqamət kimi istifadə edilirdi. Everest rəsmi olaraq dünyada ən çirklənmiş dağ zirvələrindən biridir. Hesablamalara görə Everestdə 100.000 tona yaxın zibil var. Nepal hökuməti bununla mübarizə aparır və dağdan enən hər bir alpinist özü ilə 8 kiloqram zibil düşürməlidir. Əks halda alpinistə $4.000 depozit qaytarılmaya bilər. Everesti fəth edənlər arasında Azərbaycanlılar da var. 2007-ci ildə alpinist İsrafil Aşurov Everesti fəth edir. 2023-cü ildə Azərbaycan əsilli Ukrayna vətəndaşı Elmira Aslanova zirvəyə qalxmağı bacarır. 2025-ci ildə isə Azərbaycanlı Vəfa Musayeva Everest zirvəsini fəth edib.